Salam əziz müəllimlər və şagirdlər. Bugün mən 7-ci sinif biologiyadan işıq mikroskopunun quruluşu haqqında məlumat verəcəm. Diqqətlə qulaq asın. Böyüdücü cihazların ixtirası bəşəriyyətin mühüm kəşflərindən biridir. İlk sadə böyüdücü cihazdan başlayaraq ən müasir mikroskoplara qədər hər bir mərhələdə elm üçün sıçrayışlar olmuşdur. İlk sadə mikroskopu kəşf etmişdir Zaxari Yansen və onun oğulları. Sadə mis borunun iki tərəfdən eynək şüşəsini, yəni böyüdücü şüşələri ona taxaraq əşyaların böyüdüyünü görmüşdü. Zaxari Yansenin oğulları əşyanın böyüdüyünü görmüş və Zaxari Yansen isə bu ixtiranı tətbiq etmişdir. Zaxari Yansendən sonra mikroskopdan ilk dəfə öz tədqiqat işlərində istifadə edən Robert Hooke olmuşdur. Robert Hooke ağacın mantarının en kəsiyinə baxaraq onun arışanına bənzər dəliklərdən, yəni hüceyrənin qılafını görmüşdür. Ölü hüceyrəni, çünki mantar qatı ölü hüceyrədən təşkil olunmuşdur. Ağacın yaşlı qatıdır, qabıq qatıdır. Ondan sonra isə ilk dəfə özünü təkmilləşdirdiyi mikroskopla əşyalara baxan alim Leeuwenhoek olmuşdur. Leeuwenhoek isə canlı bir hüceyrəli orqanizmləri, mikroorqanizmləri tədqiq etmişdir. Böyüdücü cihazlar biologiya elmi tədqiqatlar üçün böyüdücü cihazlardan, lupa, mikroskopdan istifadə olunur. Lupa sadə quruluşlu böyüdücü cihazdır ki, əl lupası dəstəyi olan çərçivədən və hər iki tərəfi qabarıq böyüdücü şüşədən ibarətdir. O, əşyanı 2-25 dəfəyə qədər böyüdə bilir. Orqanizmin quruluşunu daha dəqiq öyrənmək üçün adətən mikroskopdan, Yunanca mikros kiçik, skopeo baxıram deməkdir. İşıq mikroskopu əşyanın təsvirini 100 və ya 1000 dəfələrlə böyüdə bilir. İstənilən işıq mikroskopu mexaniki və optik hissələrdən ibarətdir. Optik sistem mikroskopun ən vacib hissəsidir. Mikroskopun optik sistemini obyektiv və okulyar təşkil edir. Mikroskopun böyütmə dərəcəsi obyektivin və okulyarın üzərindəki yazılmış rəqəmlərin bir-birinə hasilindən ibarətdir. Məsələn, əgər obyektivin üzərində 20, okulyarın üzərində isə 10 yazılıbsa, mikroskopun böyütmə dərəcəsi bir-birinə vurub 200 olar. Onu da qeyd edim ki, mikroskopda bir okulyar, bir neçə obyektiv olur. Okulyarda 2 böyüdücü şüşə olur. Obyektivdə isə bir neçə böyüdücü şüşələr yerləşir. İndi baxaq. Məsəl üçün, burada düşün, müzakirə et, paylaş var. Milçəyin qanadı, insanın barmağı, kərtənkələnin quyruğu, insanın saç teli, ağacın budağı, bakteriya hansı canlıları və yaxud onların hissələrini işıq mikroskopu vasitəsilə tədqiq etmək olar. Bakteriyalar bir hüceyrəli olduğu üçün onu mikroskop vasitəsilə tədqiq etmək uyğundur. Ancaq digərlərini də mikroskop altında tədqiq etmək olar. Deməli, indi isə baxaq burada mikroskopun hissələrinə. Mikroskopun hissələri hansılar idi? Deməli, okulyar, baxış borusu, yəni okulyarın aşağı hissəsində obyektivlər, orada 20 ilə göstərilən obyektivlərdir. Obyektum əşya deməkdir. Daha sonra ştativdən, yəni mikroskopun gövdə hissəsi ştativdir. Əşya masası yaxud da əşya kürsüsündən, vintlərdən, daha sonra sıxaclardan, dəlikdən, aşağıda isə güzgü yerləşir, güzgüdən ibarətdir. İndi isə baxaq. Düzgün cavabı seçin. Okulyar tubusun yuxarı,
aşağı hissəsində yerləşir. Obyektiv tubusun ştativin alt hissəsində yerləşir. Demək, okulyar tubusun yuxarı hissəsində yerləşir okulyar. Tubus o borudur. Uzun boru, qara rəngdə verilmiş yuxarıda. Okulyar onun baş tərəfinə yerləşdirilir. Yəni o çıxarıb taxmaq olur yerinə. Yuxarı hissəsində yerləşir. Obyektiv isə tubusun aşağı hissəsində yerləşir. Daha sonra əşya masasının revolverin əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yerə gətirməkdir. Deməli, revolverin əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yerə gətirməkdir. Daha sonra sizcə nə üçün obyektiv və okulyar optik hissə aiddir? Çünki onun içərisində böyüdücü şüşələr yerləşir. Ona görə ora optik hissə adlanır. İndi isə baxaq işıq mikroskopundan istifadə qaydasına. Müasir dövrdə mikroskopdan tibbin müxtəlif sahələrində, laboratoriya tədqiqatlarında istifadə olunur. Xəstəliklərin diaqnostikası və müalicəsində bu tədqiqatların nəticəsində istinad edilir. Hətta bəzi cərrahiyyə əməliyyatları zamanında mikroskopdan istifadə olunur. İşıq mikroskopunda şəffaf və yarımşəffaf obyektləri, əksər bioloji obyektləri, bəzi mineralları və bəzi kristalları müşahidə etmək üçün işıq mikroskopunda işığın obyektdən keçməsi mütləqdir. Yəni, işıq vasitəsilə onu təyin etmək olur. Tədqiqat zamanı müşahidə məqsədi ilə hazırlanmış və standart ölçüdə olan əşya şüşəsinin üzərinə yerləşdirilmiş canlı orqanizm hissəsindən, yəni preparatlardan istifadə edilir. Yəni, məsəl üçün, biz məktəblərdə nəyi ən çox təyin edirik? Soğan dəriciyini. Elmi təcrübələrdə obyekti dərindən və ətraflı öyrənmək, lazımi hesablamalar aparmaq üçün mikrofotoşəkillərdən də istifadə olunur. İndi baxaq, deməli, işlənmək qaydasına. Ləvazimatlar hansılardır? İşıq mikroskopu, hazır preparat. İşin gedişinə baxsaq, mikroskopu stolun kənarında 5-8 sm aralıq qoymaq lazımdır. Mikroskopun işığını yandırmaq lazımdır. Hazır preparatı əşya masasının üzərinə qoymaq, preparatı sıxacların köməyi ilə kürsüyə bərkitmək, makrovintlər vasitəsilə əşya masasını hərəkətə gətirmək, aydın təsvir görünənə qədər mikrovinti hərəkət etdirmək, gördüklərinizin sxematik şəklində dəftərinizə çəkməyi unutmayın. Yəni, bunlar dediklərimi ardıcıl şəkildə etsəniz, əşyanın, deməli, əşyanı mikroskop altında görmüş olacaqsınız. Daha sonra mikrofoto şəkillərə baxsaq, işıq mikroskopunda istifadə edərək çəkilmiş yüksək nisbətdə böyüdülmüş foto şəkildir ki, məsəl üçün, arının qanadını 40 deməli, x-də baxıb, soğan dəricini 150 böyütmə dərəcəsidir, maya göbələyini 400, yəni, baxılan preparatların, əşyaların ölçüsünə uyğun onları böyütmək olar. Daha sonra duz kristallarına, toz şəkərinə baxdıqda yenə də onların böyütmə dərəcələrini təyin etmək mümkündür. Biologiya və fizika mikroskopik obyektlər üçün əsasən istifadə olunan ölçü vahidi mikrometrdir. Çünki mikrometr bioloji varlıqların içərisində gözlə görünməyənlər mikrometrlə, PM-lə ölçülür. Mikroorqanizmlər diametrinə görə şərt olaraq 3 qrupa bölünür. Kiçik ölçüllər, yəni 2 PM, orta ölçüllər isə 2 PM ilə 4 PM arasında dəyişir. İri ölçüllər isə 4 PM-dən yuxarı olur.
Mikroskop altında baxılan obyektin faktiki ölçüsünü müəyyənləşdirmək üçün xüsusi düsturdan da istifadə edilir. Faktiki ölçüsü A-dır, şəkil ölçüsü L-dir, böyütmə dərəcəsi M-dir. Məlumdur ki, 1 mm 1000 pm-dir. Düsturdan da istifadə edərək böyütmə dərəcəsini 400 və şəkil ölçüsündə 8 mili olan canlının faktiki ölçüsündə müəyyən etmək olar. Daha sonra düsturda yerinə qoyaraq, məsəl üçün böyütmə dərəcəsini aşağı yazacaqsınız, şəkil ölçüsünü yuxarıya 8-i böləcəksiniz 400-ə. Aldığınız cavabda faktiki ölçüsü olacaq. Öyrəndiklərinizi yoxlasaz, əgər hüceyrənin faktiki ölçüsü 30 pm, böyüdülmüş ölçüsü isə 1,5 olarsa, mikroskopun özünün böyütmə dərəcəsini tapın. Mikroskopun böyütmə dərəcəsi aşağıda olacaq. Deməli, böyüdülmüş ölçüsünü əgər hüceyrənin faktiki ölçüsü deməli bu düsturda cavabla deməli yoxlanılır. Böyüdülmüş ölçüsü yenə də böyütmə dərəcəsinə uyğun vurub tapılır. Yerinə qoymaqla tapmaq olar cavabını. Şəkli nəzərdən keçirin. Sizcə sual işarəsi ilə qeyd olunan sahədə hansı strukturları yerləşdirmək olar? Biri insanın deməli əl, daha sonra insanın saçı, qırmızı qan hüceyrəsi ölçüsünə uyğun olaraq yerləşdirib. Daha sonra bağırsaq çöpü, insanın immun çatışmazlığı virusu, deməli, ondan kiçik, viruslardan da kiçik ölçüdə, deməli, məsəl üçün hüceyrəni yerləşdirmək olardı. Daha sonra hidrogen atomu, hər hansı bir molekulda yerləşdirmək olar bura. Çünki atomdan böyük molekul var. Ona görə molekulda yerləşdirmək olar. İndi isə deməli, bura baxsaq, hüceyrənin ümumi quruluşu ilə tanış olarıq. Hüceyrənin ümumi quruluşu İngilis alimi Robert Hooke 1665-ci ildə mikroskop altında palıd ağacının mantar qatından hazırlanmış çox nazik bir kəsiyi müşahidə etmişdir. Onun gördüyü arı şarına bənzər təsvir bir-birinə sıx söykənmiş hüceyrələrdən, boşluqlardan ibarət idi. Robert Hooke bu boşluqları hüceyrə adlandırırdı. Yəni, bayaq mən qeyd etmişdim. Yəni, niyə boşluqdur? Çünki hüceyrə məhv olub, yalnız onun qılafı qalmışdır. Çünki mantar ölü hüceyrələrdən ibarətdir. Viruslardan başqa bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunur. Viruslar hüceyrəvi orqanizm deyillər. Viruslar hüceyrədən kənarda, deməli, cansız olur. Ancaq hüceyrəyə düşdükdə isə canlıya çevrilir. Yəni, öz funksiyalarını yerinə yetirirlər. Hüceyrənin quruluşuna görə orqanizmlər iki qrupa bölünür. Nüvəli və nüvəsiz orqanizmlər. Əksər orqanizmlərin hüceyrəsi qılaf, sitoplazma və nüvədən təşkil olunmuşdur. Yəni, hüceyrənin əsas strukturu qılafdan, sitoplazma və nüvədən və digər orqanoidlərdən də ibarət ola bilər. Daha sonra biz hüceyrənin ümumi quruluş sxeminə baxsaq, diqqətlə görə bilərik. Göründüyü kimi, xaricdən qılafla, ortada mərkəzdə nüvə, qılaf və nüvənin arasında isə sitoplazma yerləşir. Sitoplazma həlməşiyə bənzər mayedir. Qılaf haqqında danışaq. Qılaf hüceyrəni xaricdən örtən, onu ətraf mühitin təsirindən qoruyan, deməli, örtükdür. Bitki, göbələk və bakteriya hüceyrəsində qılafın xarici hissəsi qalın, deməli, hüceyrə divarından olur. Bitkidə, bakteriyada, deməli, bir də göbələkdə. Ancaq heyvanlarda isə o glikokoleksdir.
Çünki hüceyrə divarı bitkilərdə möhkəm olur, ona dayaq verir, dayaq funksiyasını yerinə yetirir. Heyvan hüceyrəsində isə qılafın xarici hissəsi nazik olur. O qılafın daxili hissəsi isə ümumiyyətlə canlılarda plazmatik membrandır. O hüceyrənin daxili mühtəviyyatını xarici mühitin təsirindən qoruyur, eyni zamanda mühitlə əlaqəni təmin edir. Bəzi maddələr, su, oksigen, karbon qazı hüceyrəyə birbaşa daxil olur, həm də xaric edilir. Digər maddələr isə membran tərəfindən seçilərək hüceyrəyə daxil olur. Yəni, bu membranın seçiciliyidir. Çox hüceyrəli orqanizmlərdə membranın xarici səthindəki çıxıntılar və qırışlar hüceyrələr arasında əlaqəni təmin edir. Yəni, bu çox hüceyrələrə xasdır, bir hüceyrələrdə yoxdur. Daha sonra baxaq. Hüceyrənin daxili mühtəviyyatını həlməşik maddə olan sitoplazma dedik təşkil edir. Nüvə və orqanoidlər üçün mühit yaradan sitoplazma onların birlikdə fəaliyyətini təmin edir. Orqanellər hüceyrənin daxilində xüsusi funksiyaları yerinə yetirən hissəciklərdir. Sitoplazma hüceyrədə baş verən çox saylı biokimyəvi reaksiyalar və proseslər üçün mühitdir. Ümumiyyətlə, su bütün reaksiyaların getdiyi mühitdir. Bitki, heyvan, göbələk hüceyrələrində nüvə olur. Nüvəsi olan belə hüceyrələr evkaryot hüceyrələr adlanır. Yəni, yaxşı karyon nüvə deməkdir. Hüceyrənin nüvəsində irsi məlumat daşıyan hissəciklər xromosomlar olur. Nüvənin daxili maye mühiti nüvə şirəsi adlanır ki, o da karyoplazmadır. Bakteriya hüceyrələrində isə nüvə olmur, yəni nüvəsiz olurlar. Bunlara prokaryotlar deyilir. Bakteriya hüceyrələrinə prokaryotlar, yəni nüvəsiz orqanoidlər, nüvədən əvvəl, əvvəl, karyon yenə nüvə demək. Nüvədən əvvəl orqanizmlər aid edilir ki, prokaryotlar isə deməli, ilk dəfə arxea erasında yaranmışdır, ən qədim erada. Sonra gözlə görünən bir hüceyrəli asetabulyariya yosunun çətir hissəsini kəsdikdə bir müddətdən sonra o yenidən böyüyür. Buna səbəb nüvənin zədələnməməsidir. Çünki onun bir irsi məlumatı nüvədə saxlanılır. Aha. Bu da yeni bir məlumat oldu. Daha sonra öyrəndiklərimizi yoxlasaq, baxarıq ki, verilmiş sözlərdən istifadə edək, cümlələri tamamlayaq. Nüvə, sitoplazma, qılaf, orqanoidlər hüceyrənin daxili mühtəviyyatını həlməşik maddə sitoplazma təşkil edir. Onun daxilində nüvə və çoxsaylı orqanellər yerləşir. Hüceyrənin irsi məlumat daşıyan hissəcikləri nüvədə hüceyrənin deməli daşıyan hissəciklər xromosomlar olur. Nüvəsində irsi məlumat daşıyan hissəciklər xromosomlar olur. Hüceyrəni xaricdən, qılaf hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyur. Bitki və heyvan hüceyrəsində qılafın xarici hissəsi bir-birindən necə fərqlənir? Bitkidə dedik hüceyrə divarı, bitki, bakteriya, göbələkdə hüceyrə divarıdır. Ancaq heyvanlarda isə glikokaleks adlanır. Çünki bitkilərdə qalın hüceyrə divarına malikdir və sabit quruluşa malikdir. Heyvanlarda isə sabit quruluşa malik deyil, nazikdir, işıq mikroskopunda görünmür, glikokaleks adlanır. Ancaq bitkilərdə isə işıq mikroskopunda aydın görünür. Cümlələrdəki yanlışları taparaq onları düzgün ifadələrlə əvəz edin. Sitoplazma hüceyrənin mühtəviyyatını təşkil edən bərk yox, maye maddədir. Maye ya da yumşaq maye maddədir. Hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır. Xeyr, xromosom özündə irsiyyətin hüceyrənin irsi məlumatını saxlayır. Nüvə hüceyrənin daxili mühtəviyyatını. Xeyr, sitoplazma hüceyrənin daxili mühtəviyyatını təşkil etmiş olur. Deməli, bu qədər. Digər mövzuları isə növbəti
dərsdə izah edəcəm. İzlədiyiniz üçün təşəkkürlər.